Salam əziz izləyicilər. Siz pasiyent yox, dost verilişinə baxırsınız. Bu verilişimizdə biz təkcə gözəllik və prosedurlardan deyil, həyat hekayələrindən, gerçək dostluqlardan söhbət edəcəyik. Bugünkü qonağım təkcə bir moda dizayneri deyil, o milli dəyərlərə, dəbdə yaşadan, Azərbaycan mədəniyyətinə öz töhfəsini verən, istedadlı sənətkar və eyni zamanda əməkdar elm xadimi fəxri adına layiq görülmüş bir şəxsiyyətdir. Onun zərifliyi yalnız yaratdığı libaslarda deyil, sözündə, duruşunda, varlığındadır. Xoş gəlmisiniz Fəxriyə xanım. Çox sağ olun. Təşəkkürümü bildirirəm ki, pasiyent yox, dost layihəsinin ilk çəkilişinə məni dəvət etmisiniz. Bu mənim üçün çox sevindiricidir. Uğurlu olsun. Layihələrin ərsəyə gəlməsi, əsasən də xanımları maraqlandıran mövzularda çox vacibdir. Mən də hər zaman bu layihələrə açığam və çalışıram ki, topladığım təcrübədən, bildiklərimlə, öyrəndiklərimdən təbii ki, efir vasitəsilə də tamaşaçılarla, auditoriya ilə paylaşam. Təşəkkür edirik Fəxriyə xanım. Sizi verilişimizin ilk qonağı kimi görmək bizi qürur verir, sevindirir. Biz sizi çox sevirik və sizə çox böyük bir hörmətimiz var. Ona görə əməkdaşlarımızla düşündük ki, birinci qonağımız siz olasınız. Nə gözəl, bu ənənə illərcə davam edir. Mən çox sevinirəm ki, bir çoxu layihələrin ilk qonağı mən olmuşam və o layihələr sonra uzun ömürlü olubdu. Böyük tamaşaçı auditoriyasını toplayıbdı. Mən əminəm ki, indi də belə olacaqdır. Və bilirsiniz, iki xanımın arasında olan dialoqlar düşünürəm ki, hər zaman maraqlı olur. Ona görə ki, bugünkü müasir cəmiyyətimizdə, zamanəmizdə həm xanımların rolu getdikcə artır, həm onlar öz fəaliyyətlərində, karyeralarında çox gözəl nailiyyətlər əldə edirlər. Bu çox sevindiricidir və digər tərəfdən də hər zaman mən bunu vurğulayıram ki, onlar baxımlı olmalıdırlar, dəbə, modaya riayət etməlidirlər, geyim mədəniyyətini ən gözəl şəkildə özündə əks etdirməlidirlər və bu haqda hər zaman danışmaq çox aktualdır. Fəxriyə xanım, sizi çoxumuz zəriflik simvolu kimi tanıyırıq. Amma bu zərifliyin arxasında necə bir güc dayanır? Bizə çox maraqlıdır. Çox sağ olun. Mənim üçün çox xoşdur, çox sevindiricidir ki, xanımlardan çox gözəl ünvanıma təriflər eşidirəm. Tərif əslində psixoloji baxımdan çox müsbət bir faktordur. Bəli, tərif eşidəndə insan bir qol qanadı artır. Bu gözəl bir haldır. Mən lap gənclik illərimdən çalışmışam ki, hər zaman özümü yəni yaxşı mənada formada saxlayam. Ona görə ki, rəhmətli anamız məni və bacımı hər zaman zərif görmək istəyirdi və ona görə o bizi baletə yazdırmışdı. Bəli, onun çox böyük istəyi idi. Bizim evdə hər yerdə balerinaların heykəlcikləri var idi. Hara gözümüz sataşırdı, bir balerina durmuşdu, incə, zərif və uşaqlıqdan bu mənim o qədər mənə təsir edib şuraltı ki, mən bu gün düşünürəm ki, mən məsəl üçün olduğum nə çəkidən artıq ola bilərəm, nə geydiyim geyim ölçülərindən daha böyük ölçülər geyə bilərəm və anamın istəyi həmişə yadıma düşür. O bizi belə görmək istəyirdi. Hətta daha zərif, daha incə, çox arıq, çox zərif görmək istəyirdi. Mən də çalışıram ki, bu formanı qoruyub saxlayam. Təbii ki, bu zahiri formadır. Bu zahiri görünüşdür. Amma daxildən gələn, təbii ki, siz güc faktorunu vurğuladınız. Mən düşünürəm ki, Azərbaycan xanımı zahirən çox zərifdir, amma daxilən çox güclüdür, iradəlidir, mətindir, fədakardır. Lazım olsa həm də çox qəhrəmancasına özünü göstərə bilər. Bu xüsusiyyətlər məndə də var. Təbii ki, var. Həmişə özümü həm yaxşı mənada mübariz insan hesab eləmişəm, həm düşünmüşəm ki, hansısa bir işi mən başladımsa, mən onu mütləq axıra qədər çatdırmalıyam, çətin də olsa və çatdıranda deyirəm, nə yaxşı ki, mən bu işi gördüm. Ona görə ki, gördüyüm işlər hamısı cəmiyyətimiz üçün çox faydalıdır. Faydalıdır, lazımlıdır. Bir çox istiqamətlərdə təqdim etdiyim layihələrin müəllifi birinci elə mən idim. Yəni mənə qədər o edilməmişdi. Məsəl üçün o istiqamətdə bir iş. Məsəl üçün modanın ilk dəfə televiziyada göstərilməsi, böyük moda layihələrin təqdim olunması, sonra məsəl üçün universitetdə artıq modanın tədrisinə başlayanda mən Mədəniyyət və Sənət Universitetində 2005-ci ildə ilk moda
proqramların yazılması, yəni belə sadalasam çoxdur bu nümunələr və bunları, bu işləri görəndə təbii ki, mən sonra nəticəsini görəndə deyirəm ki, yəqin ki, düz elədim ki, bu qədər enerji, güc, əmək ora sərf etdim. Hətta universitetdə belə tələbə hazırlamaq moda üzrə bu özü də böyük bir nailiyyətdir və sizin saysız hesabsız tələbələriniz var. Bəli, çox sevinirəm onların uğurlarına, onlar da uğur qazanırlar. Bilirsiniz, bunun geri dönüşü çoxdur. Yəni o mənada ki, energetik olaraq sən görəndə ki, yetişdirdiyin tələbə sonradan uğur qazanır, onun müəllimə qarşı o münasibəti o qədər mənim üçün motivasiya verir. Gələcək işlərimə görə ya elə müəllimə o kəlmə səslənəndə qulağımda, onda çox belə duyğusal oluram. Fəxriyə xanım, siz estetik gözəlliyə necə baxırsınız? Hədd hardadır? Mən incəsənət tarixindən dərs deyirəm elə universitetdə. İncəsənət tarixindən dərs deyirəm. Üslublar haqqında, yəni incəsənətdə olan üslublar haqqında dərs deyirəm və bu proqram çərçivəsində mən saysız hesabsız incəsənət nümunələrini təhlil eləmişəm. Yəni bunları dedikdə sözümün canı var və zaman keçdikcə gözəllik simvolları necə dəyişib, onları mən o qədər yaxşı bilirəm. Dünyada var olan muzeylərdə atlaslar vasitəsilə, kitablar vasitəsilə o nadir eksponatları, heykəlləri, sonra gözəllik simvolların rəsmlərini, hamısını mən bunlardan dərs deyirəm və görürəm ki, zaman bu bir məsəl üçün zaman kəsiyi keçir, 2 əsr gözəllik simvolu dəyişir. Yəni bu xanımlara da aiddir, bəylərə də aiddir. Mən bax bu dinamikanı o qədər yaxşı tanıyıram, bilirəm və nəyi müşahidə edirəm? Təbii ki, məsəl üçün 20-ci əsrin hardasa baxın 2009-cu illərinə qədər kosmetologiya yox idi. Sonradan siz o tarixçəni də siz yaxşı bilərsiniz. Sonradan başlandı bu müdaxilələr və ona qədər məsəl üçün təbii gözəl aktrisa var idisə, hamı onun şəklinə baxırdı. Təbii gözəl model var idisə, hamının şəklinə baxırdı, rəsminə baxırdı. Bir rəssam mütləq natura seçmək üçün, yəni o rəsmi çəkmək üçün hər yeri gəzirdi, baxırdı ki, tək bir dənə bir sima tapsın ki, onu çəksin. Sonra yeniliklər baş verdi, kosmetologiya əmələ gəldi və xanımlar başladılar ondan istifadə etməyə. Mən düşünürəm ki, bu da zamanın artıq çağırışıdır. İndi çox inkişaf edib kosmetologiya. Mənim münasibətim müsbətdir. Mən müsbət baxıram. Sadəcə təbii ki, o mütləq qaydada bu estetikanın öz qanunları var. Proporsiya deyilən. Bax o qanunları həm xanımlar bilsələr, həm kosmetoloqlarımız onları tətbiq eləsələr, düşünürəm ki, hər şey çox gözəl olar. Daha da gözəlləşər də xanım. Yəni burada məncə hər şey Kosmetoloji prosedurlara mən bir mütəxəssis olaraq deyim. Məncə bu kompleksdən başlayır bu yol. Məsəl üçün gözəlləşmək istəyən. Məsəl üçün üzlərinə baxırlar, deyirlər ki, müqayisə edirlər, bu yanağım biraz yuxarı çəkilsə, dodağım biraz həcmli olsa gözəl olaram. Və kosmetoloqa müraciət edirlər, kosmetoloq bunlara prosedur edir. Və sonra bu çəkicilik yaradır. xanım gözəlləşir, bu da Gözəlləşir. Hədd hardadır? Məsəl üçün, pasient nə qədər istəsə də bu qayda qanunla olunası bir prosedurlar varsa, bunu pasient həddən artıq istəyirsə, elə mütəxəssis var ki, edir. Bu tamahdır. Psixoloji problemə də söykənir. ola bilər tamaqdır. Belə bir bizim də dədə-babadan belə bir deyimimiz var da, artıq tamaq baş yarır. Bəli, o da tamaqdır. Artıq hardasa bir dur demək lazımdır və ya mən istəyimi elədim, məncə bu yetərlidir. Bu birisi çox fərdi yanaşmadır. Kim ki məsəl üçün o qarmoniyanı tapa bilir, çox gözəl nəticələr Çox əldə gözəl də edirlər. nəticələr. Bəli, baxsan elə bir ki, görsən ki, nə gözəldir. Bugünkü müasir zamanəmizdə kosmetologiyanın mən ancaq müsbət tərəfdən şərh eləyirəm. Yəni ki, lazımı olan müdaxilədən sonra xanım təbii ki, özünü daha da xoşbaxt hiss edir. Əmin hiss edir. Daha da bilirsiniz, bəlkə də daha da çox uğurlar, nailiyyətlər əldə edir. Bəli, amma burada bir məsələ var. Biraz da mən dediyim bu məsələləri araşdırsınlar. Təbii gözəllik simvolların fotolarına baxsınlar. Bu qədimdən qalan o tablolara baxsınlar. Hardasa hər kəs özünə görə bir etalon müəyyənləşdirməlidir. Etalon. Etalon olsa hər şey yaxşı olar. Haklısınız.
Bəs Fəxriyə xanım çox maraqlıdır. Heç aynaya baxanda deyibmi? Bunu biraz düzəlsə, biraz dəyişsə yaxşı olar. Yox, deyim. Mənim özümə aiddir yoxsa demisiniz, belə qalsa yaxşıdır. Mənim bilirsiniz, məni tamaşaçı illərcə tanıyır. İllərcə. Məni çox yaxşı tanıyırlar. Zamanda gözəl olduğunuzu deyirlər. Çox sağ olsunlar. Mən buna ancaq və ancaq təşəkkürümü bildirə bilərəm. Tamaşaçılar məni uzun illərdir tanıyırlar. YouTube-da mənim ən ilk başdan yəni çıxış etdiyim verilişlər də var. O dinamikanı da görə bilərlər. Bilirsiniz, əvvəlki foto şəkillərim var ki, hansılar ki mən bu gün bilirsiniz, o qədər sevə-sevə paylaşıram, göstərirəm. Deyirəm ki, baxın mən belə idim. Hərdən deyirəm ki, oy mən yenidən belə olmaq istəyirəm, amma zamanı geriyə qaytarmaq olmaz. Mənim bilirsiniz necədir? Mənim hal-hazırda kosmetologiya olan münasibətim elədir ki, bəli, dərinin təravəti saxlanılmalıdır. Sonra bilirsiniz, yəqin ki, qravitasiya deyilən bir məfhum var. Yer deyirlər, üzü çəkir aşağı. Məsəl üçün onları dayandırmaq üçün bugün çox gözəl vasitələr var. Amma yəni radikal dəyişmək mənim heç vaxt nə istəyim olubdu. Yo, nə danışırsınız? Nə dəyişmək, nə nəsə müdaxilə etmək, nə də biraz artırıb azaltmaq heç vaxt olmayıb. Heç vaxt. İki Fəxriyə xanımın arasında heç bir dəyişiklik yoxdur. Elə gözəlliyinizi qoruyub saxlamışsınız. Hərdən də deyirlər ki, getdikcə daha da gözəlləşir, belə deyirlər. Deyirlər bunun sirri var. Deyirəm ki, sirri yəqin ki var. Məsəl üçün mən sizlə əməkdaşlığıma görə çox özümü şanslı hesab eləyirəm. Sizin kimi də gözəl peşəkar kosmetoloqlarımız sağ olsunlar, gözəl təkliflər edirlər mənə ki, məsəl üçün bu nəmləndiricidir, bu liftingdir, bu daha çox məsəl üçün yorğunluğu götürə bilər üzdən, parlaqlıq verə bilər, işıltı verə bilər. Yəni belə variantlar çoxdur. Mən sizə bir sirr açım. Fəxriyə xanımda ən sevdiyim tərəf nədir? Hər hansısa bir proseduru təklif edəndə və tətbiq edəndə bütün prosedurun nə üçün olduğunu bilir. Hətta preparatın belə tərkibini bilir. Bu çox önəmlidir. Bütün pasiyentlər əslində, bütün xanımlar etdiyi prosedurların mənasını bilməlidir. Nə üçün istifadə olunduğunu bilməlidir. Hətta preparatları belə araşdırmaqda tərkibini bilməlidir. Düzdür. Sizdə bu nüansa çox fikir vermişəm və həqiqətən də belə prosedurları dərindən bilən pasiyent hər bir kosmetoloq məncə istəyər. Yəqin ki bu İnsan olsun işte. Bəli, yəqin ki bu dialoqdan sonra xanımlar daha da çox araşdırıcı olarlar. Təkliflər çoxdur, məsəl üçün variantlar çoxdur, amma özlərinə uyğun, məsəl üçün necə ki ətiri seçirlər özlərinə uyğun, necə ki geyim stilini, hətta hər ki hamımızın sevdiyimiz qidalar var. Onlar da seçilir. Deməli, preparatlar və ya prosedurlar onlar da seçilməlidir. Bilirsiniz necə daha da belə diqqətlə yanaşmaq lazımdır. Fəxriyə xanım, heç kimə demədiyiniz bir xəyali görünüşünüz varmı? Məsələn, bizi təəccübləndirəcək bir stil. Geyim üslubum çox maraqlıdır ki, mənim geyim üslubum 90% klassikadır. Klassikanı mən çox sevirəm və mənə məxsus özümün geyim üslubum var ki, hansını ki elə məni tanıyan yəni insanlar da deyirlər ki, uzaqdan da baxsaq bilir ki, bu Fəxriyə xanımdır. Gedən geyim üslubumdan məni tanıyırlar. Mənim hər zaman xəyalım, bilirsiniz, mənə filmdə çəkilmək təklifləri olubdu indiyə qədər. İndi deyəcəm, yəni gedişatı, suala cavabı. Mən də o zamanlar deyirdim ki, yox, mən modelyeyirəm, mən aktrisa deyiləm. Mən öz işimlə məşğul olsam daha yaxşıdır və orada o vaxt layihələrim çox idi. Yəni filmin çəkilişinə ayıracaq vaxtım yox idi, amma zaman keçəndən sonra biraz peşman oldum. Ona görə ki, o filmlərdə də mənə təklif olunan rollar mənim ən sevdiyim qəhrəmanlar idi. Amma ürəyimdə bir istək var idi ki, mən mütləq milli geyimdə çox gözəl bir rol
olsa Obraz canlandırır. obraz məhz milli geyimdə. Yəni stilimi dəyişəcək bir variant olsa, o ancaq milli geyimdə. Amma tarixi bir personaj elə də oldu. Mən Xan qızı Xurşudbanu Natəvan haqqında, xanım haqqında film yaradılırdı, sənədli film. Mən orada müsahibə verdim. Təbii ki, müsahibə verənlərin arasındaydı və yaradıcı heyət təklif etdi ki, Fəxriyə xanım, bəs biz Xurşudbanu Natəvan xanımın özünü də göstərməliyik, axı tamaşaçı onu görməlidir. Bu obrazı siz yarada bilərsiniz. Onda dedim, oy mənim arzum nəhayət ki, bəli, gerçəkləşdi. Təbii ki, obrazı yaratmaq üçün mütləq qaydada milli geyimlər olmalıydı, amma tarixi milli geyimlər, bilirsiniz, tam mənasında tarixi əks etdirən obrazı yaratmaq lazımdır. Obraz təkcə geyim deyil və aksesuar. O tamamilə ondan bir enerjidir. Onu canlandırdım. İnanın ki, zaman o fotolara, kadrlara baxanda mən deyirəm, bu mənəm. Mən özümü orada tanıyıram, sonradan tanıyıram. O qədər mən dəyişmişdim bu rola görə. Emosional, energetik, görünüşcə, saç rəngimi tündləşdirmişdim. Belə hər şey dəyişmişdi məndə və onda düşündüm ki, bəli, obraz dəyişmək bu deməkdir. Yəni bir arzum var idi, onu da mən reallaşdıra bildim. Yenə də davam edirəm. Klassik üslubuma görə də hər zaman özümü çox rahat hiss edirəm. Həqiqətən bu obrazda siz danışarkən Xurşudbanu Natəvan adını çəkmədən öncə mənim gözümdə o obraz yarandı. O obraz həqiqətən də sizə yaraşır. Çox gözəl seçim. Fəxriyə xanım, sizi ən çox dəyişdirən, dərindən təsir edən bir həyat hekayəniz varmı? Mənim həyat hekayəmdə bir neçə mərhələlər olub ki, onlarda mən qərar verməli idim ki, mən bu addımı atıram ya yox. Məsəl üçün mən bioloji fakültəni bitirmişəm Bakı Dövlət Universitetinin qırmızı diplomla, aspiranturanı bitirmişəm fərqlənmə diplomu ilə. Çox gözəl ixtisasım var idi. İnsan beyninin neyrofiziologiyası çox çətin və maraqlı istiqamət idi. Psixologiyanı da yetərincə öyrənmişəm. Amma mən bir zaman gəldi ki, mən öz-özümə dedim ki, mən bunların hamısını qoyuram bir kənara və mən moda ilə, dəblə məşğul olmaq istəyirəm və mən o zaman Türkiyəyə yollandım yenidən oxumağa. Ona görə ki, oxumasan hansısa bir peşəni, onu tam icra eləmək sonradan Mümkün olmur. çətin olur. Bəli. Əsas odur ki, peşəkar bilgilər olmalıdır. Mən bu qədər zamanı, yəni zaman verdiyim məsələyi qoydum bir kənara. Yenidən yollandım Türkiyə oxumağa. Part arxasında oturdum və Türk dilində oxudum. Çətin idi o vaxt. O qədər biz Türk dilini eşitmirdik. Yəni indiki kimi. Türk dilini öyrəndim və əsas məsələ nə idi? Mən o zaman özümü yenidən tələbə hiss etdim və yetərincə çox oxumalıydım. Və mənim uzun saçlarım var idi və çox sarışın idim o vaxtı. Təsəvvür edirsiniz, mən bir günün, bir gecənin içində qərar verdim ki, mən saçlarımı kəsəcəm. Olacaq qısa saç. Yeganə o mərhələdə idi ki, o mərhələ var idi ki, mənim saçlarım Bəli, mənim saçlarım qısaldı. Mümkün qədər qısaltdım. Yəni o sarı saçları kəsdim. Saçlarım qısaydı və dedim mən ancaq indi oxumaqla məşğul olacağam. Və Çox maraqlıdır. bəli, olurdu ki, mən bunu əslində ilk dəfədir açıqlayıram və hər gecə ağlayırdım ki, belə əlimi vururdum və saçlar hardadır? Amma mən qərar verəndə onu mütləq eləməliyəm. Mən başa düşdüm ki, o mənə mane olacaq və onlar lazım deyil mənə. Və 3 il orada oxuduğum zaman qısa saçlarla və heç bir makiyaj, yəni bəzək-düzəksiz mən o Ancaq dönəmlər dərs yadımdadır. oxuyurdunuz. Mən dərs oxuyurdum. Mən deyirdim mən oxumalıyam. Amma universitetdə oxuyanda burada Bakı Dövlətdə, mən ən dəbli tələbə idim. Çox maraqlı idi ki, o vaxt məni tanıyanlar yadına salırlar. O vaxt çox sarışın idim. Ən dəbli geyimləri giyirdim, ən dəbli makiyajlar eləyirdim və birdən belə dəyişmək mənim içimdən gəldi və düşünürəm ki, düz də elədim. Onun nəticəsində mən bu peşəni çox yaxşı və dərindən öyrəndim. Və çox gözəl də nümunə oldunuz biz Azərbaycan xanımlarına. Çox sağ ol. Sizcə bu gün qadınlara ən çox nə çatışmır? Güc, sevgi, dəstək. Mən bu suala belə cavab verərəm.
Güc bu bioloji bir amildir. Yəni insan güclü dünyaya gələ bilər, zərif və zərif, incə, o bioloji bir xüsusiyyətdir. Sevgi psixoloji xüsusiyyətdir. O da ola bilər, ola bilməz, o da psixoloji bir məqamdır. Amma dəstək bu artıq real bir addımdır. Və mən düşünürəm ki, xanımlara bugün dəstək çatışmır. Hansı mənada? Onu da açıqlayacağam. Mütləq qaydada, yəni elə öz nümunəmdə göstərdiyim kimi, yəni istənilən təhsilə, peşəyə yiyələnmək üçün onların valideynlər tərəfindən dəstək olmalıdır. O çox xanımları mən görürəm, mənə açıqlama verirlər ki, zamanında oxumaq istəyiblər, amma alınmayıb hansısa səbəblərə görə. Bax, o vacibdir. Oxuyub bitirəndən sonra hansısa bir fəaliyyətlə məşğul olmaq üçün, iş yeri açmaq üçün yenə də dəstək lazımdır. Sahibkarlıqla olsun, yaradıcı istiqamət ola bilər, yenə də dəstək lazımdır. Mənəvi dəstək də böyük bir rol oynayır. Mənəvi dəstək, maddi Maddi dəstək, dəstək, yəni psixoloji dəstək. psixoloji, qızlara, xanımlara inanıb, onların istedadına inanıb, onlara yaxın ətrafı dəstək olmalıdır. Yəni bu üç amildən mən dəstəyi seçirəm və düşünürəm ki, nə qədər çox bu istiqamətdə yenə də bizdə bax bu psixoloji yanaşma dəyişsə, o qədər yaxşı olar. Tək cümlə ilə qadınlara nə demək istərdiniz? Mən həmişə hər zaman xanımlara məsləhət görürəm ki, onlar heç bir zaman inamını itirməsinlər. Hər yerdən əli üzülsə də Tanrıya müraciət etsinlər və Tanrıdan istəsinlər, diləsinlər, dua etsinlər. Yəni Azərbaycan xanımına da bu yaraşır. Yəni ziyarət etsinlər bizim camilərimizi, meçidlərimizi və Tanrıdan əllərini üzməsinlər. Gec-tez mütləq Duaları qəbul bəli, olacaq. Tanrı onları eşidəcək və istəkləri inşallah ki, həyata keçər. Amma hər xanım da onu dərk etməlidir ki, onun mütləq qaydada öz alın yazısı var. Alın yazıya inanırsınız. Bəli, alın yazısı deyilən bir məfhum var. Bilmirəm, bəlkə kimsə inanmır, amma var. Amma burada bir məsələ də var, onu da mən açıqlayım. Bu psixoloqların yeni yanaşmasıdır ki, insanın bir alın yazısı var, bir də həyatı var. Həyatı ilə alın yazısı tamamilə fərqli məfhumlardır. Alın yazısını çox çətinliklə də olsa dəyişdirə bilməsə belə həyatını dəyişdirə bilər. Həyatını dəyişdirə bilər. Bəli. Mən həyatımı 3 dəfə gedişatını dəyişdirmişəm. Onda öz əlimizdədir. Amma alın yazımı indiyə qədər də dəyişdirə bilmirəm. Yox, o mənim əlimdə deyil. Amma həyatımı dəyişdirdim. Peşəmi dəyişdirdim. Fəaliyyət növümü dəyişdirdim. Həyata hansısa bir baxışlarımı, onları da dəyişdirdim. Öz xarakterimdə bəzi xüsusiyyətlər var idi, onları da dəyişdirdim. Siz inanarsınız ki, mən əvvəl yəni bu qədər insanla belə görüşə bilmirdim. Amma o qədər özümü dəyişdirdim ki, mən bugün saysız hesabsız insan auditoriyası ilə görüşürəm. Mən böyük stadionda büyün çıxış edə bilərəm. Mən böyük auditoriyada büyün çıxış edə bilərəm. Öz üzərimdə işlədim. Deməli, həyatımızı dəyişdirə bilərik. Həyatımızı dəyişdirəndə biz nə etməliyik? Geyim üslubumuzu da dəyişdirməliyik. Mütləq qaydada. Bəs zövqü dəyişdirmək olarmı? Zövqü inkişaf elətdirmək olar. Dəyişdirmək yox. Onu da dəyişdirmək olar. O da o alın yazısının içindədir, sizə deyim. Nə Zövqü maraqlıdır. ancaq inkişaf elətdirmək olar. Ya peşəkarlara müraciət etmək olar, modelyerlərə. Özün nəsə bir çalışıb, uğraşıb biraz bir əlavələr edə bilərsən, amma zövq də o da hardasa siz anadan gəlmə bir xüsusiyyətdir. Bu mənim təcrübələrim belə Bəs Səfirə xanım, göstərdikcə. xarakter necə? Dəyişə bilərmi? Xarakterin üzərində işləmək lazımdır. İşləsə dəyişə bilər. Dəyişə bilərik, korreksiya. Korreksiya edə bilər. Korreksiya edə bilərik. Bu Amma da kökündə yox, o dəyişmir. Amma bu mənim təcrübələrimdir və mən xanımlarla çox ünsiyyətdə oluram və görürəm ki, kim bax bu prinsiplərə riayət eləyir, özlərində işləyir. Birinci geyim stilindən başlayır. Geyim üslubundan, uğurlu saç rəngi, uğurlu geyim stili, uğurlu edilən kosmetoloji prosedurlar, yəni xanımı yaxşı mənada müsbət tərəfə dəyişdirir. Sonra da
o məsəl üçün hansı bir peşə hiss edir ki, bir zamandan sonra onunki deyil, peşəsini də dəyişə bilər. Yenidən oxumağa getmək lazımdır. Bunun üçün heç yaş Heç vaxt gec faktorunu- deyil, bəli. Bəli, onlayn da olar. Onlar bugün onlayn tədris çox dəbə düşübdür. Yeni sertifikatlar, diplomlar, yəni belə. Məsəl üçün, mən sizə deyim ki, mən məsəl üçün mən bu gün hansı bacarıqlara yiyələnmək istəyərdim? Bilirsinizmi hansılara? Maraqlıdır. Yemək bişirmək. Yemək bişirmək. Bax, Mən yemək bişirmək məncə sizin var. Amma həmişə gənc yaşlarımdan ya oxuyub ya işləmişəm, oxuyub işləmişəm. Gerçəkdən də bu çox bəlkə də tamaşaçılarımız buna çox təəccüblənər. Mən çox gənc yaşlarımdan həm oxuyub həm işləmişəm. Buna görə vaxtım olmayıbdı. Sizi o qədər anlayıram. Çünki mən də eynən sizin kimi işləmək və yemək bişirməyə vaxt olmur. Amma birdən bişirəndə çox dadlı alınır. Mən bugün çox böyük məmnuniyyətlə kurslara gedərəm və görürəm Instagramda çox gözəl xanımlar kurslar açırlar. Mütləq gedib orada yemək bişirməyi öyrənərəm. Çox böyük Hətta məmnuniyyətlə. bayaq kulisdə biz makyaj öyrənməyi belə dedik ki, kursa gedə bilərik, öyrənə bilərik. Bəli, makyaj etmək özünüzüvə. Mən məsəl üçün çox sevirəm bunu, bacarıram da. Mən Amma baxıram peşəkar stilistlər, onlar texnikalar fikirləşiblər. Yəni də texnikalar baxıram. niyə də biz öyrənməyək? Mən bunu da gedib gərək öyrənəm, görüm bunlar necə baş verir. Yəni belə həmişə öyrənmək olar, amma bunu yenə də vurğulayıram. Dönə-dönə, bəli, hər insanın, kişi, qadın fərq etməz, alın yazısı var. Onu dəyişdirmək çox çətindir, amma həyatımızı dəyişə bilərik, gedişatını dəyişə bilərik, peşəmizi dəyişə bilərik, geyim stilimizi dəyişə bilərik. Hardasa da kosmetologiya nə imkan yaradır, belə də biraz cizgiləri də dəyişmək olar. Xanımın sözünə qüvvət. Necə ki biz əvvəl və sonra şəkillər paylaşırıq. Prosedurdan əvvəl və sonra. Buna illər də daxil ola bilər. 2 il, 3 il sonra. Fəxri xanımın dediyi kimi həyatımızı dəyişə bilərik. Bugünkü verilişimiz sona çatır. Yəqin ki bəyənərsiniz. Fəxri xanımla çox maraqlı bir söhbətimiz oldu. Həqiqətən biraz bugün ilk veriliş olduğu üçün mən həyəcanlıydım. Amma Fəxri xanımın bütün məsləhətlərindən zövq aldıq. Çox sağ olun Fəxri xanım. Çox təşəkkür edirəm Gülsüm xanım. Sizin bu yeni layihənizi mən çox dəstəkləyirəm, uğurlar arzu edirəm. Amma çox maraqlıdır ki, mən sizin layihədə elə faktları açıqladım ki, onları mən ilk dəfədir danışıram. İllər əvvəl bəli. mən onları müsahibəmdə dilə gətirməmişəm. Nəsə ürəyim istədi, danışdım sizə. Mən bu suallar bir aya yaxındır ki, bu suallar üzərində işləyirəm və istədim sizin ürəyinizcə olan suallar olsun. Bəzi etiraflarda da hətta necə deyirlər, qarışqa dərimizdə gəzdi, elə bir hisslər keçirtdim. Belə layihələrimiz çox olacaq və sizi tez-tez görmək istəyirik. Çünki siz xanımlar üçün böyük bir nümunəsiz. Çox sağ olun, çox maraqlı oldu. Suallarınız çox maraqlı idi, məzmunu da çox dərin idi. Təşəkkürümü bildirirəm və verilişin ərsəyə gəlməsində yaradıcı heyətə də təşəkkürümüzü bildiririk ki, bizə belə bir şərait yaradıbdır. Və inşallah ki, yayımlanandan sonra rəylərdən də biləcək ki, xanımlara əsasən maraqlı olan Nədir? Nədir? Bəli, təşəkkürlər. Çox sağ Gələn olun. görüşlərə qədər. Gələn görüşlərə dək.